Hər vaxtınız xeyir olsun. Gündəm xəbər nefirində ənənəvi olaraq günün hava haqqında məlumatını diqqətinizə çatdırırıq. Bugün yanvarın 4-üdür və yanvarın 5-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, mülayim cənub-qərb küləyi əsəcək. Məhz havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz isə 9-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir dumanı olacaq və havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə isti, gündüz isə 8-13 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı proqnozlaşdırılır. Təbii ki, gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı da var.